Ramazan ayı bir mədrəsədir, insanı tərbiyələndirir. Yəni, əgər sən halaldan bu formada çəkinirsən, məqsəd Allahın rizasıdırsa, onda Allahın rizasını qazanmaq üçün özlüyündə haram olan işlərdən, sigaretindən, içkisindən, zina və digər günahlardan insan necə çəkinməlidir? Və ona görə Ramazan ayını insanın yaxşı tutması, Allaha olan, ahirətə olan yolunu, gedişatını gözəl və mənalı şəkildə getməsinə, davam etdirməsinə səbəb olur. Və həmçinin alimlər bu mövsümləri nəyə bənzədir? Elə bil ki, yanacaq doldurma məntəqələrinə bənzədir. Yanacaq doldurma məntəqələrinə. Necə ki, insan maşınla gedir, sarı işıq yandığı zaman zapravkaya girir, benzin doldurur, yenə yolunu davam edir. Amma yolun kənarında uzaq məsafə getdiyi zaman zapravkalar olmasa, yolda qırılıb qalacaqdır. Və bunlar da Ramazan ayıdır və digər günlər, fəzilətli günlər və gecələr ahirət yolunun kənarında olan zapravkalardır. Yəni, iman doldurma məntəqələridir. Əgər insan Ramazan ayında bunu yaxşı keçirərsə, növbəti günlərə onu çatdırır. Və orada da yaxşı keçirərsə, ondan sonraki günlərə çatdırır və beləliklə bu günlər, bu gecələr, aylar hər il təkrarlanır. Və beləliklə insan bu yolu gözəl, mənalı və asan şəkildə getməsinə səbəb olar. Əgər insan faydalanmırsa, onda nə vaxt gedəcəkdir? Nə vaxt tövbə edəcək? Əgər insan bu ayda tövbə etmirsə, nə vaxt tövbə edəcəkdir?